city lights, build up, she all I got tonight, let it shine. Oh yeah, right, we're going up higher tonight. Shine a joy, yeah, I'm on my way. Hold tight, we'll dance all day. Where the city shines so bright, know me under neon lights. Oh, oh, Georgia, let's just have some fun. Oh, oh, 미루지 마라, don't wait for anyone. 지금 이 순간에 live it up tonight. All we got's the city lights, city lights, city lights. 도시의 불빛 아래서 dance all night. Oh yeah, right, we'll live the light, we'll live the life. City lights, city lights, build up, she all I got tonight, let it shine. Oh yeah, right, we're going up higher tonight. Want to move to the lights, city lights, build up, she all I got tonight, let it shine. Oh yeah, right, we're going up higher tonight. Shine a joy, yeah, I'm on my way. Hold tight, we'll dance all day. Where the city shines so bright, know me under neon lights. Oh, oh, Georgia, let's just have some fun. Oh, oh, 미루지 마라, don't wait for anyone. 지금 이 순간에 live it up tonight. All we got's the city lights, city lights, city lights. 도시의 불빛 아래서 dance all night. Oh yeah, right, we'll live the light, we'll live the life. City lights, city lights, build up, she all I got tonight, let it shine. İndi dostlar, sizə bu misalın izahını verəcəm. Dərsimiz bərabərsizliklərin toplanması və vurulmasıdır. İndi baxın, bunu necə toplayırlar və necə vururlar. Baxın, bizdən buradakı sual işarəsini soruşur. Görürük ki, 3 kiçikdir 8-dən, 4 kiçikdir 6-dan, bizdə 7, 14-dən nə ola bilər? Bunların hamı kiçikdirsə, yəni bu işarələrin mövqeyi iki həldə də hansı tərəfədirsə, cavabda da o tərəf olacaq. Deməli, 3 kiçikdir 8-dən, üstəlik 4 kiçikdir 6-dan, bərabərdir 7, kiçikdir 14-dən. Toplamanın həlli budur. Məsələn, bunu toplayanda bu formada olur. Amma biz bunu vursaq, bu üstəliyin vurulma işarəsi olsa necə olacaq? Yəni də eyni formada. Məsələn, alt-alta toplanırdıq. Burada alt-alta vurulur. Amma biz bunu vuranda ümumi, yəni bu tərəfdən başlayırıq da. Yəni bu sağ tərəfdən. Amma biz burada vurulma olsa burada vurulma olsa, biz bunu nə formada eləyəcəyik? Məsələn, istədiyimiz yerdən başlaya bilərik. Məsələn, ben yazım bura. Burada sual işarəsi, bunu yazdım. Evet. İndi bunu vuranda necə olacaq? Burada belə necə olacaq? Necə aldım? Misal səhv yazdım. Bələn kimi üçün bunu da köçürmüşəm. İndi bu vuranda necə olur? İstədiyimiz yerdə başlayırıq. Birinci gəldi işarəni qoyaq. Formada da dediyi kimi bu toplanmada da, vurulmada da, bölünmədə də çıxımda hələ olacaq. 6 vurur 8 olur 48. Yazılır bura 48. 3'ü 4'e vurur 12. Yazılır burada 12. Deməli, misalımızın cavabı budur. 12 kiçikdir 48'den. Bu vurulanda eğer bunu böləndə necə olacağıydı ya da çıxanda, gəlin çıxanda eləyək. İndi siz hələ bilirsiniz ki 8-dən 6, 3-dən 4. Hey, bunu artıq çarpaz eləyəcək. Baxın, nə edəcək? 8-dən çıxacaq 4'ü. Birinci ortada işarəni qoyaq. 8'den çıxacaq 4'ü, olacaq 4. Bunu da yazacaq bura. İkinci çıxacaq, gəl birdən bir çıxaq. 3'dən çıxacaq 6'nı. Mənfi 3 yazır, ora mənfi 3. 8'den 4 çıxacaq 4. Deməli, çıxanda da cavabımız bu formada alınacaq. Yəni, qısası dərsin izahı nə formadadır? Toplayanda vuranda, buradakı normal toplanma kimi alt-alta vurur. Amma çıxanda və böləndə çarpaz formada. Yəni, bu dərsimizdə bu qədər idi. Mənə 2 dənə misal vermişdi, onu da həll elədim. Öncə bu dərsin izahını başa düşdünüz. Gəlin, ona bir misal da işləyib, daha yaxşı başa düşəsiniz. Baxın, burada indi bərabərsizliklə hədd və hədd toplayın. Toplayanda alt-alta normal toplayırdı. Buradakı A variantını bayaqlar izah elədim. Burada baxın, burada eyni misaldır. Mən B variantını həll edəcəm. Baxın, deyir ki, -2, 10,
toplama etdiyi üçün burada şərtdə toplayırıq 6 kiçikdir 7. Onun üstüne 7 gələndə birinci orta xətini qoyuruq 17. Mənfi 2-nin üstüne 6 gələndə 4. Necə 4? Mənfi 4. Cevabımız budur. Birinci sualın bəbəlimizin cevabı bu formada. Şimdi keçək ikinci suala. İkinci sualda deyir ki, hədd vurun. Yəni vurma verəcəyik. A variantından vuraq. Balaca yazsın. Bu tərəfə bir şəhər. Vururuq 2-ni 3 öyrəndə. Birinci işarəm verir 6. 6'ın da 4'e vuraldı. 24. Yani 24 küçüktür 6. Bence hindi tam dəqiq başa düşdünüz dərsiniz.